Gördüğün adam bak elə deyər, spasibo deyər. Uçurur adamın üstünə. Həyasızdır da o. Sizinlə olan connection'ı həqiqətən çox sevirəm. Pulling up black windows once you go down. You must be crazy. Hər kəsə salam. Mən sizin kommentlərinizi oxuyuram. Mənə yazdığınız... Oy, qardaşım gəldi. Bu mənim qardaşımdır. Maksimum ciddiyyət. Adi vaxtda belə olmur. Videoda deyəsən ciddi apar. Bu arada qardaşım artıq fotomodeldir. Tak что təklifləriniz varsa təkliflərə açığıq. Bilmirəm özümü necə aparım. Neyse, mövzumuza qaydaq. Hər birinizə təşəkkür edirəm rəylərə görə. Hamısını oxuyuram və mənə çox xoşdur mənə yazdığınız xoş şeylər. Ona görə daha çox yazın. Mən bugün sizə kölgə tərəfim haqqında danışmaq istəyirəm. Kölgə tərəf nədir? Kölgə tərəf bəzi tabularımıza görə, bəzi inanclarımıza görə qəbul eləmədiyimiz və fərqinə varmadığımız tərəfimiz. Məsələn, çox anlayışlı insan uşaqlıqdan çox anlayışlı olmağın düzgün bir şey olduğunu öyrədildiyinə görə məsələn çox anlayışlıdır. Amma kölgə tərəfi məsələn çox qəddar ola bilər. Məsələn, bir insan görürsünüz, tutaq ki, açıq-saçıq geyinir və o sizi trigger eləyir. O sizi qıcıqlandırır. Siz ona qıcıq olursunuz ki, bu açıq geyinir, nə bilim, nə filan beşməkan. Amma əslində dərinə getsək, əslində sizi qıcıqlandıran şey odur ki, o sizin eləyə bilmədiyiniz şeyi eləyir. Məsələn, sizin tabularınız olmasaydı və ya tutaq ki, valideynləriniz sizə icazə versəydi, siz də istədiyiniz kimi açıq geyinə bilərdiniz. Amma istədiyinizi eləyə bilmədiyinizə görə, amma görəndə ki, başqa insan bunu edir, siz trigger olursunuz. Artıq onu əsəb keçirdirirsiniz o insana. Nə gözəl danışıram. Mən bacım indi mənə dedi ki, mən sizə bu mövzunu biraz daha aydınladım. Məsələn, elə xanımlar ola bilər ki, məsələn, bağlı geyimi sevir, özünü bağlı geyimdə komfort hiss edir. Kimsə açıq-saçıq geyinəndə də ona baxıb qıcıqlanmır. Yəni qıcıq olmur o insana. Sadəcə olaraq onun seçimi bağlı geyinməkdir. O deməkdir ki, siz hələ özünüz kimisiniz. Yəni necə düz deyirəm? Hə, o kölgə tərəfinizin bastırıldığı o mövzuda sırf bastırıldığı mənasına gəlmir. Hə, sırf bu mövzuda kölgə tərəfinizin neysə, eşit düz. Və məsələn, bəzi insanlar var ki, başqa insanların həyatına qərar verməyi, onların həyatına girişməyi, qarışmağı o şeydir, sevirlər. O razdrajat eləyir məsələn məni. O çünki sərhədləri aşır uje. Sərhədləri aşır deyə narahat edir. Məsələn, kimsə gəlib səni soyundursa, əl vursa sənə, yəni narahat olarsan da. Bu da emosional açıdan eyni şeydir. Yəni bir insan səni emosional olaraq soyundurub toxunur da, sərhəd aşmaq onun kimi bir şeydir. Bildim. Ümid edirəm ki, başa düşdünüz. İndi gəlirəm. Kimdir? Salam. Nənəmlə də bol-bol videolar çəkərik. Nən üzürlü sayda kuxunya köçür. Video çəkdiyimə görə vaxt eləyə bilmədim. Yox, ona görə yox. Nənə hər bizə gələndə başlayır yemək pişirməyə, evi yığışdırmağa. Biz ona desəydi, otur biz eləyək, yenə də eləyir. Ciyər getirib, kotlet getirib, salat getirib. Gələcəkdə özünüzə ər seçəndə mütləq şəkildə bu kateqoriyalara baxın. Məsələn, bizim qardaşımız... indi bu dəqiqə o balaca da evlənmək istəmir. Eşləyirəm, axtarım, pullar. Əslində toyda zatda özünü öldürür ki, gülü tutsun da bilmirəm. Əsas kateqoriyalardan biri bizim bütün problemlarımızı qardaşımız həll edir. Evdə məsələn nəsə problem çıxdı, biz heç xəbərimiz bir də görürsünüz ki, olmur, artıq həll olunur. Və ya olanda avtomatik olaraq ağlımıza gəlir ki, Rəvan həll eləyər. Yəni bu vacib şeydir mənim üçün. Nənə də fonda yemək düzəldir bizə. Elə gəl, oturmadı, oturmayıb daşı arvad yazıq. Gələn kimi sırası kırıqlarla. Neysə, məni deyərdim nə çıxartdı. Nənəmə çay dəmləyirəm, görürsünüz. O vəzi o anında nə? Qırağımı yaptı. Axır. Nənə bir-iki kəlmə də mənim izləyicilərimə. Deyir ki, mənə komment yazsınlar, follow eləsinlər. Mənim nəvəmə komment yazın. Sizdən çox xahiş edirəm. Eşitdiniz?
Nənə sözünə baxmaq lazımdır. Çox xahiş edirəm. Nənə, danış taksist səni haralara apardı? Nənə bir taksist qaçırmaq istəyib bu gün. Ay, yaxşı deyirlər. Sədir, sənin üçün kotlet getirmişəm. Spasibo nənə, Gördün? o qədər zil çəkmə. Gördüğün adam bak elə deyər, spasibo deyər. Uçuruz adamın üstünə. Düş gedir. Hayasızdır da o. Nənə bizə milyon dənə yemək gətirir, qalır hayfım Yəni gəlir. mənim də hayfım gəlir, əziyyətin Sen de hayfı. başına geçen. Xoşlayıram, onsuz taşlayıram. Buna vermeyeceğim. Mən nənənin xəstətlərini xoşlayıram. Sen. Qısaca nənə. Yiyirsən bunu verin. Neyse mən Yox, indi yox. sənə vəbşətə çay dəmləyirəm burada. Mən də çay verərsən də. Это Ты такие глупости снимаешь. Да, я такие глупости снимаю и кладу. Ben çekirsin. Ha. Kavga edilmeyeni. Nuş olsun nənə. Yo, bu hoşuma gələcək sənin. Mən bilirəm də. Göstər baxaq kimdir səndən. Nənə bayaqda özün zəng edirdin, deyirdin ki, ködür niyə götürmür trubka? İndi sən özü zəng edir, bir qoymadı ki. Oğlana baxım. Привет, Кема. Привет. Aktora baxırdı. Necəsən? Onu deyir. Videolarımızı çıxıb Instagramda gör. Hansı videolar? Uşu soxursan Instagrama. Hə nənə, soxmuşam Instagrama videoları уже. Rusvay olacağım artıqdan. Çok красивые, но məsələn ona ərə gedirlər. Başa düşdüm. Gelmez sənə. Başa düşürəm, burada rahat Üç deyilsən. kafa çok Amma var. mən sənə söz verirəm. Bəh. Pойду я себе колбаску возьму. Ağzımın altında pişmaniye qaldı. Neyse, videomuzun sonuna gəlirik, mənim dəyərli izləyicilərim. Demək istəyirəm ki, əgər siz hansı insandan trigger olursunuzsa, mütləq şəkildə fikir verin, onun hansı hərəkətindən trigger olursunuz. Onun o hərəkəti bəlkə də sizə aiddir, bəlkə də sizə məxsusdur, bəlkə də siz o hərəkəti eləsəz, özünüzü daha yaxşı hiss eləyərsiniz. Məsələn, bir insan soyuqdur və sadəcə onun soyuq olmağından siz qıcıqlanırsınızsa, amma ki o insan sizə heç bir şey eləmir də, sadəcə olaraq qıcıq olursunuz ki o soyuqdur, və ya o emosionaldır, Bir var ki, siz onun emosionallığından yorulursunuz və ona əsəbləşirsiniz. Yox, bir də var siz yorulmursunuz, belə bir şey yoxdur, sadəcə olaraq o insan tip olaraq sizi qıcıq eləyir. Deməli, böyük ehtimal bu sizin kölgə tərəfinizdir. Başlayın siz də özünüzə bunu icazə verməyə. Məsələn, kimsə bəzənir, onun bəzəndiyinə görə qıcıq olursunuzsa, siz də bəzənin. Görün nə olur, bəlkə də elə bu sizin o insana qıcıq olmağınız sizə kömək eləyəcək, sizə özünüzü tapmaqda kömək edəcək. Bəlkə də məhz siz elə busuz. Yəni, bu qədər. Mən psixoloq deyiləm, amma ki, bacım psixoloqdur və ondan çox şey öyrənirəm və bu bilikləri burada sizdən paylaşıram. Çox təşəkkür edirəm bu videoya baxdığınız üçün, mənə kommentlər yazdığınız üçün. Mənə çoxlu like qoyun, komment yazın və video ideyaları verin. Sizin üçün çox darıxmışam, çoxlu videolar çəkmək istəyirəm, amma nə mövzularda çəkim bilmirəm. Ona görə zəhmət olmasa mənə rəylərdə ideyalar yazın. Sizinlə olan connectionu həqiqətən çox sevirəm. Çünki mənim ən pis anlarımda, ən pis həyatımın anlarında demək olar ki, başladım YouTube çəkməyə və mənə çox yaxşı təsir elədi. Və ən çox mənə yaxşı təsir eləyən şey sizin rəyləriniz idi, sizin dəstəyiniz idi. Mən hər videonun altında onları oxuduqca həqiqətən də özümü daha yaxşı hiss eləyirdim. Ona görə buradan hər birinizə çox təşəkkür eləyirəm. Ümid eləyirəm ki, bundan sonra daha çox videolar olar və siz məni daha çox sevərsiniz. Mən də sizi onsuz da sevirəm. Sizi öpürəm, qucaqlayıram. Özünüzə yaxşı baxın.